Salam məktəbdən bu gün nəsə bir yerdə Back to School alış-verişi 2026-2027 seçirəm. Normalda bu video biraz tez gəlməlidir. Sadəcə olaraq mənim məşğələlərim falan hamısı bir-birinə qarışdı. Yəni videonun editini eləmişdim məsələn. Video hazırdı. Yəni 7 dəqiqəlik bir video olmuşdu. Sadəcə dedim ki, çox qısadır. Yəni siz 7 dəqiqəlik izləyib nə verim alacaqsınız? Mən də dedim ki, qoy video açılışını seçməmişəm. Video açılışını seçim dedim. Sonra haralara getmişiksə onlar haqqında danışım falan. Yəni belə özüm riyaziyyat hazırlanıb gəlmişəm. Yəni kombinimi falan da göstərirəm, bəlkə maraqlıdır deyə. Yəni riyaziyyat hazırlanıb gəlmişəm. Gələn həftənin birinci günü ana dil məşğələm başlayır. Yox, ikinci günü pardon. İkinci günü ana dil məşğələm başlayır. Rəsmim artıq başlayıb. Rəsmin ilk günü vlog çəkmişəm. Sadəcə rəsmdə qızlar biraz azalıbdı. Aysun və Nuray qaldı sadəcə. Yəni belə dedim ki, videonun açılışını çəkim, sizə də maraqlı olsun falan deyə. Ona görə yeni video açılışını çəkirəm. Deməli biz məktəb alış-verişini nə elədik? Əslində bu məktəb alış-verişi sadəcə dəftər kitab aldığım, bir də bir iki dənə geyim aldığım bir video oldu. Amma məktəb formaları falan da almalıyıq biz. Məktəb üçün forma almalıyıq. Mən ətək alacağam, bir də qısa qol köynək alacağam. Çünki mənim ətəyim çox qısalıbdı. Köynəyim də qolu zaten qısalmışdı. Yəni ona görə köynək almalıyam. Yəni bundan başqa qalan hər şey almışıq, yəni məktəbə aid olan. İndi mən gedəcəm, sizə kombinimi göstərim, bir də maraqlı olub bu gün riyaziyyatı nə geymişdim. Riyaziyyatın da təzə bölümü keçmişik, çoxluqlardayıq artıq. Yəni belə çoxdan işləyəm, amma əslində videom qısadır, yəni siz bu videonu izləyəndə böyük ehtimal mənə əsəbləşəcəksiniz, şuradan bu 10 dəqiqəlik videodur və bizə bunu niyə izlədirsən. Amma dediyim kimi, həqiqətən çalışdım ki, şey olsun, yəni video uzun olsun, amma gördüm alınmır, onsuz mağazada falan çox şey çəkə bilmədim. Neyse, onda videoya keçək. Deməli canım, kabromu bu arada təzə almışam. Kombinim də belə idi, ağ çatan şalvar geymişdim, üstə belə bir köynək geymişdim. Yəni bu da mənim belə bir kombinim idi. Burada taxma kipiyi taxmışam belə, yəni. Nəysə, videonun açılışını falan da elədim. Videonun axırını çəkməmişəm, bir də qapanış. Onu da çəkim, videonu bitirim yəni. Heç siz də yəqin saat 7-də falan bu videonu izləyəcəksiniz. İndi məktəb çantası seçirik. Yəni məktəb çantası axtarışına. Mən aldım. Belə qara rəngdə sadə marka aldım yəni. Çünki onsuz da yəni sadə istifadə edirəm. Belə. Deməli canlar, biz ən birinci məktəb çantaları almaq üçün belə bir mağazaya getdik, bayaq istədiyimiz mağazaya. Oradan çıxdıqdan sonra isə getdik bizə ayaqqabı almağa. Ayaqqabı üçün Brent House-a getmişdik. Sonra biz ayaqqabılarımızı falan da aldıq və məktəb vəzifələri üçün eniştəyinə getdik. Eniştəyini bir nömrə məktəbdə üzbəyüzdür. Mən özümə də oradan almışdım, bacım və qardaşım üçün də oradan aldıq. İndi ayaqqabı alırıq, mən belə bir şey geyinim. Bilmirəm, şey gəlmişik, Brent House-a gəldik bunun üçün. Belə. Aldık alacaklarımıza gidiyoruz. Evet, böyle gidiyoruz. İndi eniştəyinə gəlmişik, eniştəyinə dəftər götürürük, məktəbə falan uyğun olaraq. Bilmirəm, bura çox dolu deyir, ürəyim sıxılır. Bunlar ana değil de bunlar riyaziyyatdır belə. İndi qələm götürürəm. Mən həmişə bu qələmdən istifadə edirəm. Bundan elə xərcini yüksədə bundan götürürəm. İki dənə də göy qələm götürdüm belə. Bir də karandaş götürürəm. Pastel olar. Mən olsa özümə ağ götürəcəm. Yusufə də mavi götürək. Bir də pozan götürürük. Mənim götürdüyüm pozananı. Buradan həm santiqaya, quru santiqaya götürürəm belə. Baxın, şolar bundan bir dənə götürdüm, bir də bundan belə götürdüm. Səfətə atdım. 35 qəpik, tomaton qəpik, 20. İndi köynək alırıq hədişə. Baxaq köynə tapırıqsa. Babi sizinlə aldım. Bu arxadan iplə yığılanlar olur belə. Bu tiplərdə hədişə bundan bəyəndim. Hədiş indi 7 almağa. Bu da belə idi. Bu məktəb forması kimi belə. Geçin şirin görsəndi bu hədişdə. Baxın, bu köynəyin ağını götürdük hədiş özünə. Belə. Deməli, xədicən əndəkilər, mənim əlimdəkilərlə bir yerdə bu qədər alışveriş eləmişik. Şeydir. Telefonum üz falan da çəkdirdim. Kabro da almışam. Hədici bu qədər şeyə daşıyır və şey deyəcəm, nəyə bu qədər şey daşıyıram. Deməli, Brent House-dan 2 dənə belə poşetimiz var. Burada məktəb eniştəyin. O tərəfdə bilmirəm, sumka almışdım özümə. Odur. Bir də sumka almışam, amma içində şey də var. Belə kabro almışdım. Telefonumu üzə çəkdirmişəm. Yəni belə evdə hamısını daha yaxşı göstərəcəm. Evə gəldik. İndi sizə evdəyik, sizə aldıqlarımı göstərəcəm. Video açılışına indi çəkdim. Onda siz aldıqlarımızı izləyin.
Deməli canlar, bunları biz eniştəylə almışdıq. Yəni bunlar məktəb lazımlıqlardı. Belə 2 poşet aldıq. Onsuz da mən dediyim kimi 11 sinif olduğum üçün çox şey almamışam. Çox elə bacımın, qardaşımın aldıqlarımızdır. İndi mən sizə bunların hamısını üstə olsun düzün bir-bir göstərim yəni. Bu arada bu, baxın belə bir kağıza verdi. Yəni eniştəylə aldığımız bunlardır. İndirimdə olan məhsullar falan da buraya yazıbdılar. Deməli canlar, indi mən hamısını bura düzdüm. İndi sizə bir göstərəcəm. Buradakılar riyaziyyat dəftərlərdir, amma ana dildə var. Yəni hərəsindən 5 dənə, yoxsa 6 dənə almışıq. Yusif üçün də ayrı almışıq. Yusif üçün də hərəsindən 5 dənə, ana dildə 5 dənə riyaziyyat olmaqla almışıq. Sonra belə böyük dəftərlər almışıq. Bundan mən də almışdım özümə, bilmirəm xatırlayırsınızmı? Xəccəyə də bundan aldıq belə 2 dənə məşğələ üçün. Çünki biri ana dildə, biri riyaziyyat. Sonra burada qələmlər almışıq. 3 dənə belə sadə karandaş. 2 dənə bu qələmdən məndə də vardı, almışdım. Sonra bu piyon qələm, bunlar jurnal qələm olaraq keçir. Bunlar çox gecən yazır həqiqətən. Bir də bu ulduzlu qələmdən, bundan məndə də vardı. Sonra 3 ədəd pozan almışıq. Belə. Bu qara olan Yusuf'indi, bu içinə ağ olan məndən xəccəndir. Faber-Castell'ə belə uc almışam özümə. Telefonun arxasına yapışdırırlar, bundan almışam. Belə telefonun arxasına yapışdırmaq üçün. Sonra bir dənə nəm sabitqa, bir dənə də ponili quru sabitqa almışam. Onun encisini, stitçisini, bir də belə bu formasını xərcə alıbdır. Sonra 2 dənə minyon almışıq belə. Bunlar birazdan bir yerdə baxarıq şöyle hansından nə çıxır. Yəni mən ən çox burada şey istəyirəm. Baxın belə 2 tutan var. İnşallah ondan çıxar. Deməli canlar, biz bundan, yəni buradakılardan biri çıxacaq. İnşallah mən bu 2 tutanlardan istəyirəm. Mən də. İndi deməli partladırıq xərcdən görək. Mənim partlamayacaq. Çok güzel partladı. İndi mən yeyirəm. Aa, partladı. İndi altdan açır. Büyük posalar. Ay da bu çıktı. İkimizin de yeni çıktı. Ama ya birimize iki tutan sardı şu an. Bak gerizekalı. Özü paltarı da mavi değil. Böyle bir şey çıktı. Saç burasını. 2 dənə ağarcı almışıq. Xəzənə Yusuf'unu mənim onsuz da bilirsiniz. Keçən dəfə alış-verişdə göstərmişdim. Yəni aldığımız dəftər kitab bunlar idi. Bir də özümə belə telefon kabrosu almışam səhərə rəngində. Bunu açmıram çünki birazdan mən short çəkəcəm. Məktəb alış-veriş Back to School adlı. Ona görə bunu açmıram. Bu da özümə aldığım kabromu idi. Telefonumu 3 çəkdirmişdim. Yəni buna belə aldıqlarımız idi. Bunları belə göstərim. İndi isə canlar məktəb çantalarımızı göstərəcəm. Məktəb çantası xərclərini biz ikimiz ayrı-ayrı aldıq. Deməli, mən belə qara sadə Nike sumka aldım. Belə sadə qara rəngdə, yəni belə qabağında bir dənə bölməsi var, bir də arxasında bir dənə bölməsi var burada. Yəni sadə qara idi. Xəzənçdə bunun göy rəngidir belə. Onun da belə sadə qabağında bir dənə var. Arxasında amma yox, bu başqa model kimi gedir onda. Nəysə ikimiz də Nike aldıq yəni belə. Deməli canlar Brent House Shop'da girdik. Oradan da ayaqqabılarımızı aldıq xərcləşən biz. İndi deməli ayaqqabılarımızı da göstərim bir dəqiqə. Ayaqqabı olaraq bu xərcləşən ayaqqabısıdır. Puma modeli belə yəni. Bir də hər bitinə corab aldı özünə xərcləş belə. Yəni bu belə ayaqqabı alıb xərcləş. Mən də özümə elə bunun Adidas versiyasını almışam belə. Mən də özümə bir dənə bu corab koydum ki lazımdır indi. Belə yəni bu da belə sadə. Yəni bu qədər idi. Hə bir də köynək almışıq. Köynəyi də göstərim. Köynəyi sizə göstərim. Köynəyi bu arada Mule'dən almışıq. Sadəcə Mule'nin paketi biraz zırılıbdır. Nəysə demək köynəyi budur. Xərciş məşğələyə geymək, ilk günə geymək üçün belə bir köynək alıbdır. Belə yəni bu da məncə belə şirin köynəkdir. Yəni aldıqlarımız da bu qədər idi geyim olaraq. Və canlar videomuzun sonuna gəldik. Ümid edirəm aldıqlarımı və videonu bəyənmişsinizdir. Başqa video vloglarımda görüşmək üzrə. Bu həftənin yəqin ki böyük ehtimal birinci günü, yəni həftənin birinci günü yəqin ki dərs vlogu gələcək. Hər bizi çox-çox öpürəm. Başqa video vloglarımda görüşmək üzrə. Öpdüm. Bay bay.